Herkese salam, necəsiz? Durmuşam. Universitetə getməliyəm. Alt qrupdan qeydiyyata keçməliyəm, yay məktəbinə. Ona görə bugün gedirəm universitetə. Kofemi içim. Sonra hədiyyə verməliyəm. Onu paketləyəcəm. Universitetdən çıxandan sonra yaxın bir qız var. Ondan görüşəcəm. Və onun balaca bir qız bebişi var. Ona paltarlar almışam hədiyyə. Belə bir dəst almışam. 2 manatdır. 2 dənə belə mayka almışam. Biri belə ürəklidir. Boydi. Biri isə belə cilaslı. Və bir paçka da belə onun o çıqqılı saçları üçün broşkalar almışam. Çox qəşəngdir, renkli. İçində çıqqılı broşkalardır. İndi bunları paketləyək. Belə pəmbə bir paket almışam. Belə paketlədim. Bunu qoyum qırağa. Hazırlaşım. Hazırlaşıb çıxdım evdən özdə. Gedirəm universitetə. İngilis dilindən kəsirim var. Yay məktəbinə yazmaq istəyirəm onu. Qışda kəsildim. 1 balla. Əsəbimdən partlayırdım. Neysə, çox balla girib yaza bilməmək. Deyirsən ki, bilmirəm, neyiniyim, bilmirdim, yaza da bilmədim. 1 balla kəsilmək o qədər pis bir şeydir ki, insan əsəbləşir. Mən normalda kəsirlərimi o qədər əsəbləşir. Sadəcə verdiyim pula hayfım gəlir. Qalan yoxsa, ay nə bilim, imtihana girəcəm, stres. Bunlar mənə o qədər şey eləmir də. Sadəcə verəcəyim pula hayfım gəlir. Onsuz da mən yəni özəldə oxuyuram. Bir də ekstra kəsirlərə pul vermək xoşuma gəlmir. Ona əsəbləşirəm mənə. Yoxsa belə kəsirim olanda əsəbləşmirəm. Tələbənin kəsiri olur. Belə. Gedim yay məktəbinə yazdırım. Görüm başıma nə gəlir. Atan kimi ilk işim bunları yemləmək olur. Yumurtalarını yığıram, yem veririm, su veririm. Ondan sonra özüm evə keçib rahatlana bilərəm. Deməli, bazar olmaq istəyirəm. Hər dəfə eyni şeylər. Deməli, qara çay almışam. Bizdə yolda şimdi bir dənə çay içəm. Ona görə çox dəmləməyə ehtiyac yoxdur da. Belə də alıb qoyuram ki, lazım olanda bir çaynik dəmləyənə qədər bir dənə bundan istifadə edeyim. Sonra tomatım bitmişdi. İran'da da səhv eləmirəmsə bunu aldım. Bir dəfə balacasını almışam, xoşuma gəldi deyə bir dəfə böyüyünü aldım. Duz. Vanil qabartma. Mən şəmiyyətlərə görə tez istifadə edirəm. Bişirmə kağızı. Bunu da yenə tez istifadə edirəm. Salfet. Sonra və belə kağızlar. Bunlardan bir şey düzəldəcəm. Sadəcə indi deyə bilmərəm. İnşallah üzərlərində video çəkəcəm. Belə. Qəbir üstə qoymağa aldım. Hər dəfə alıb aparım, dəyişirik.
Bu konfetdən atam da, yoldaşım da çay içirlər. İnanırsınız, baxın nə qədər şokolad var. Qalıblar. Xaldenlikdə qalıb, amma bu mütləq dəfə düşər səndən. Hər bazarlıqda mütləq alırım. Toz aldım. Badam. Sənlə içməyə mən şokolad konfet içə bilmirəm. Sonra vermişik. Makaron olmazsa olmazlarımızdan. Malaka aldım. Yoldaşım birinci eləyirəm. Səhər şirniyyat kimi də arasından sürtüm, dadlı olur. Sonra sabun. Sabun çox tərif deyirlər. İndi bilmirəm, reklamdır, ya həqiqətən dadı qəşəng olur. Bunu aldım, dadına baxmaq üçün. Pizza eləyəcəm, bir dənə pendir. Bulgur. Sonra burada sankleyi. Sən görəndə elə bil ki, mənim başımın daşıdır da. İyrənirəm. Sonra Sleepy'nin belə salfetkası. Təmiz toz falan sürməyə yaxşıdır. Sonra belə ağ əlcəklər. Toz falan doğrayanda istifadə eləməyə. Lobya cöyərti. Lobya cöyərti. Burada printerim üçün verə qaldım. Sarmışdı. 5.70 aldım. Sonra buradan baxın, üzərin şəkli var da. Belə şkafın içərisinə qoyursunuz, üstünə də, altına da nəsə yığmaq olur. Buna stəkanlarımı yığacağım. Sonra belə dəst şəkildə fırça, dil təmizləyən, bu diş pideyləri ondan və fırça üçün başlıq. 2.60 aldım. Birini özümə aldım, birini də yoldaşıma. Diş çöpü aldım. Dedim süfrədə. Bunu keçən dəfə bir doktor gördüm, tərifləyirdi xanım. Unitazın içərisi üçündür. İstifadə edim, alım yoxluyum. Bir dənə belə qabda oturdum. Mən çörək eləmək istəyirəm. 2.30-a. Özüm üçün mərdi çörək, yulafdan çörək falan eləyəndə və yaxud da ayrı bir keks eləyəndə belə balaca qabım yox idi. Bu kleydir ortasında. Təmizlərini duyursun, bir şey edəcək. Sonra bir şey aldım. Saç üçün. Çiməndə istifadə eləmək üçün. Mən dırnağımla saç dilimi çox zədəliyirəm. Fikir vermişəm ona. Ona görə bunu aldım. Məndə var idi, Trendyoldan almışdım o vaxtı. Tulladım nəsə, onu çox sərt idi. Sonra belə bir cüzcü aldım. Bunu başqa şey eləyəcəm. Yəni cüzcü kimi istifadə eləyəcəm, amma başqa cür. Sonra dediyim kimi bir dənə də belə yoldaşım aldım. Və bu cüzcüdən çox qəşəngdir çanta üçün. 2.50-yə. Burada da su. Belə bazarlığım qədər. Dedim indi bunları yerləşdirim. Ən çətin məsələ. Geçən dəfə aldığım plastin üçün bir şeylər var idi. Tam adını bilmirəm. Ondan belə güllər hazırladım. Ağlımda başqa bir şey var. Sadəcə bunları elə bekar idim. Oturdum, hazırladım. Maraqlıdır əslində. Özü də quruyur. Baxın, qupqurudur. Havada qalanda quruyur. İnarsız bekarçılıqdan bilmirəm neyimdə. Lego tökdüm. Axşam yoldaşımla bu qədər yığdıq. Sonrasında dedi yorğunam, artıq da beynimə girmir. Qaldı. İndi istəyirəm ki, özüm baxım. Heç cür baş aça bilmirəm də. Əslində bu qədər şeylər hamısı bekarçılıqdandır. Dedim bunu eləyə bilmirəm. Bunu elədim. Ağlımdakını düzəltmək üçün bəzi şeylərə ehtiyac var. Bu da yarımçıq qaldığına görə keçirəm kitab oxumağa. Stefan Zweig'ın məndə bir əsəri var. Daha doğrusu oxumadığım bir əsər var.
Bir qadının həyatında 24 saat, cəmi 20 səhifəsini oxumuşam. Çox gözəl əsərdir. İstəyirəm onu bu gün bitirim. Sonra Səfillərə keçim. Bu qədər belə, bu qalınlıqda Səfillər kitabım var. Onu bu yay oxuyub bitirməliyəm. Bunu keçən il yoldaşım almışdı mənə. Amma oxuya bilməmişdim. Dərslərə filan görə o qədər də vaxtım olmurdu. Dedim tətildə oxuyacağım. İndi inşallah başlayayım. Onu oxuyum bitirim. Deməli, buradan kitablarımı göstərim sizə. İnşallah mansarımız hazır olanda bir hissəsini kitabxana yığacam özüm üçün mütləq. Baxın, məndə Avropa ədəbiyyatı keçirik biz filologiyada. Orada elə bir ki, yazıçıların bəzi əsərlərini tapdıqda almışam, oxumuşam. Bir dənə bunu təzə almışam. Bunu oxumalıyam. Məsələn, Zweig'ın Amok əsəri var, çox qəşəngdir. Burada bu arada Amok bir maddədir. O maddəni içən insanlar elə bir ki, vəhşiləşir də. Elə bir şeydir. Thomas Mann'ın Venesiyada ölüm əsəri dedektiv tərzidir. Mən dedektiv əsərləri sevmirəm. Ona görə də tam oxuyub bitirə bilməmişəm. Ürəyim sıxıldı. Sherlock Holmes ölüm ayağında yenə bu kitabı da oxumuşam. Daha doğrusu bitirməmişəm, yəni başlamışam, görmüşəm dedektiv janrındadır, saxlamışam. Şəkər portağalı, möhtəşəm əsərdir, çox gözəldir, çox da duyğulandırır insanı. Heyvanistan, George Orwell, yenə bu da çox gözəl əsərdir, tövsiyə eləyirəm. Yad qadının məktubu, mükəmməldir. Hələ onun bir səhifəsindəki sözləri var ki, mən onun TikTok hesabımda paylaşmışam. Tam mənim beynimdən keçən sözlərdir də o səhifədə. Nə bilim, çox duyğulandırıcıdır. Sevgidən bəhs eləyir. Qarşılıqsız sevgidən. Qəşəng əsərdir. George Orwell'ın 1984 əsəri var. O da çox gözəldir. Belə. İndi bunu oxuyuram Zweig'ın. 20 səhifəsini dediyim kimi oxumuşam. Bugün bitirmək istəyirəm. Charles Dickens'in Oliver Twist'in macəraları əsəri var əlimdə. Amma bu ingilis dilindədir. Elə bir ki, bir səhifəsi ingilis, bir səhifəsi Azərbaycan dilindədir. İngilislə öyrənmək istəyirəm. Ona görə də bunu oxuyacağam. Və dediyim Səfillər. Ayda, bu tozlanı bir silim gərək bunu. Baxın, görün. Nə boydadır. İnşallah bunu bu yay oxuyub qutarmaq qismət olar mənə. Belə. Hələ ki bu qədərdir kitablarım, amma inşallah ki artacaq. Dediyim kimi xəyalımdakı kitabxananı quracağam mütləq. Həm bir hobbi kimi, həm də təbii ki bir filolog olaraq kitablarım çox olmalıdır. Düşdüm aşağı, quşları yemləyim. Yem tökdüm, gözləyirəm su dolsun, aparım su da töküm. Hazır yuxalardan göyərtili, ağ pendirli börək elədim. Biraz soyuyub, kəsim baxım gör mənə içi necədir. Baxın, kəsdim. İçi belə göyərtili, çox qəşəng olur dadı. Hazırlanması da asandır. Ürəyiniz istəyən göyərtini doğrayırsınız, içinə ağ pendir. Zövqə görə Holland pendiri qata bilərsiniz. Sonra hazır yuxaları belə yarım stəkan süd, yarım stəkan qatıq, 2 dənə yumurta, biraz da duz. Duzu çox tökməyin, çünki pendirin tərkibində duz vardı ya, ora duzu çox tökməyin. Qarışdırırsınız, qəşəng yuxaların üzərinə çəkirsiniz, göyərtini tökürsünüz, yuxa qoyursunuz, təzə yenə üzərinə çəkirsiniz. Belə-belə. Axırda da zövqə görə üzərini belə bəzəyə bilərsiniz və göndərirsiniz sobaya. Olur əla. Və bilinçik eləyirəm. Mən belə bilinçik aparatım var, Simbo'nun. Onda eləyirəm, çox rahat olur. Bu videonun davamını çəkməyi unutmuşam. Telefonumda qalmışdı. Silməyə heyfim gəldi, ona görə istədim paylaşım. İzlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Like etməyi, komment yazmağı, abunə olmağı unutmayın. Sağ olun.